Şəki rayonlararası Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə Qarabağın azadlığı uğrunda 44 günlük savaşın şəhid və qazi ailələrinin övladlarına Ramazan bayramı münasibətilə tədbir keçirilərək bayramlarını təbrik etmiş və onlara bayram sovqatı verilmişdir. Tədbirdə cəmiyyətin NTQ-nin sədri Elxan Rəhimov və Vətən Naminə İctimai Birliyinin Şəki bölməsinin sədri Gülnarə xanım da iştirak etmişdir. Cəmiyyətin sədri Əyyub Əslanov maddi dəstək göstərən Yəhyə halva sexinə, Mahmud halva sexinə, Əlövsət şirniyyat sexinə, Gələrsən görərsən halva sexinə öz təşəkkürünü bildirir. Götürdük ki, götür tərəfəcəm. Atacaq bura. Burada çəkin. Götürün. Sizin uşaqlar? Aydınqulaq kəndindən də Əsəd dayı qovuldu. Əsədullah dayı. Bir daha mısınız? Gəlin bura. Götürdük. Verdi, hamısına verdi. Bu sormasınlar. Nasıl? Əziz balalarımız, xoş gəlmişsiniz. Bu günlərin Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyyə Abdullayevlə hamısını salamlayıram və Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyyə Abdullayevin göstərişi ilə Şəkidə 4 günlük savaşın, ümumiyyətlə 1-ci və 2-ci Qarabağ savaşının övladlarının, Gözdən Əlil övladlarının, qazilərimizin, şəhidin Gözdən Əlil övladlarının biz burada bugün Ramazan bayramı münasibəti ilə sizə hamımızı cəmləmişik və bu münasibətlə sizin hamınızı 11 ayın sultanı Ramazan bayramı münasibəti ilə sizə təbrik edirəm. Və bu təşkilatçılıqda bizə Şəkinin iş adamları çox böyük səxavətlə ilə bizə köməklik edərlər ki, biz bu bayram şənliyində az da olsa sizi sevindirə bilərik. Həmən sahibkarlardan mən sadaladığım Şəki şirniyyat sefi, Mahmud şirniyyat sefinin sahibkarı Cabbar dayı, Yəhyə şirniyyat evinin sahibkarı Ramil qardaşımızın və onun işçisi çox qonaqpərvərliklə bizi qarşıladı, Toğrulu nəzərdə tuturam. Əlövsət şirniyyat sefinin sahibkarı Rövşən şirniyyat sefinin sahibi Azad qardaşımızın köməkliyi ilə bu bayramımızı burada təşkilləmişik və şəhidlərimizin adını çəkməklə və bir dəqiqə sükutuyla onların
Əyləşin, əyləşin. Bayramımız mübarək olsun. Neçə gözəl bayramlara gitməsiniz. Siz şəhid balaları, bizim Azərbaycan xalqının əmanətisiniz. Siz bizim gözümüzün nurusunuz, gözümüzün işıqlısınız. Bütün Azərbaycan xalqının əmanətisiniz. Və Qarabağın azad olmasında bütün dünyada Azərbaycan xalqının 30 ildə döyüşkən bir xalq olmadığını, öz torpaqlarını azad etmək qabiliyyətində olmadığına görə Azərbaycan xalqımızı bizə müxtəlif cür təhqirlər bizə gəlirdi. Amma o isə Ali Baş Komandanın səyi nəticəsində, birinci olaraq Allahın köməyi nəticəsində, Ali Baş Komandanın əmri nəticəsində Qarabağ torpaqlarını azad elədik və bütün dünyada Azərbaycanın qəhrəman oğulları nə qədər güclü, nə qədər qüvvətli, nə qədər cəsarətli, nə qədər qorxmaz olduğunu bunu sübut edilər. Xatırlayıram, bu 30 ildə Aynəsin müxbiri Xatirə xanım var idi. O Aynəsdə sizin kimi balaca körpə uşaqların tədbiri çəkilirdi. Onlara hamısına hərbi forma giydirilmişdir və orada qeyd edildi. Həmin o körpə uşaqlarının içindən 44 gün savaşda şəhid olanlar vardı və mən onlara baxırdım, dedim, yəni bu körpə uşaqlar mı torpaqlarımızı azad edəcəklər və onlar azad edərlər. İlk gündə siz bu körpə uşaqlarsınız, siz bizim gələcək torpaqlarımızın qoruyacaqları sizsiniz. Siz bir uşaqsınız, amma sabahlara böyük qəhrəman igid və oğullarımız, qızlarımız olacaqsınız siz bizim. Nə qədər ki bizim hain düşmənlərimiz var, nə qədər ki bizim bu belə güclü, bizim varlı bir torpaqlarımız var, dünyanın ən gözəl yerlərində yerləşirik və bu düşmən, erməni qəsbkarlar heç də öz niyyətlərindən əl çəkməyiblər. Və Avropa havadarlarına arxeyn olaraq burada böyük Ermənistan xülyasından hərələr dönməyiblər. Və ona görə də sizin kimi balalarımız, bizim oğullarımız yaşayacaqlar. Balalarımız dünyaya gələcək, bu torpaqlarımızı, bu vətənimizi qanımız, canımız bahasına biz qoruyacaq. Şəkil rayonun Gözdən Əllər Cəmiyyətinin sədri Əyyub müəllimə söz verirəm. Buyur Əyyub müəllimə, sizə sözüm varsa buyur deyin. Şəhid ailələrimizi, əlilərimizi salamlayıram. Xoş gəlmişsiniz. Sizi görməyimə çox şad oldum. Gülmənə xanım Mustafa Uğur'dan özünüzə söz verəcək. Mən deyəcəm. Yox, deyəcəm, sən mənimlə söz verəcəm. Sən öz sözü deyən. İndi Şəkidə şəhid anası bizim Gülmənə xanım iştirak edir. Bu Şəki vətən naminə ictimai birliyin Şəki bölməsinin sədridir. Çox gözəl anadır. O tək o şəhid balasının anayısı yox, hamımızın, bütün Azərbaycan xalqının anasıdır. Və Gülmənə xanımın sözün verən bir sözləridir. Sağ olun, teşekkür ederim. Ben de hamınızı salamlayıram. Bu tədbiri təşkilində Gözdən Əllər Cəmiyyətinin rəhbərliyinə, kollektivinə, bu tədbirdə əziyyəti, əməyə olan hər kəsə təşəkkürümü bildirirəm ki, bizi şəhid analarını və bizim bu şəhid evladlarını onları unutmurlar. Əlinlik, mən elə gəlir ki, biz ruhən əlil olmayaq, mənəviyyət cəhətdən əlil olmayaq. Mən də bu bayram münasibəti ilə hamınızı təbrik edirəm. Allah ordumuzu qorusun, Azərbaycanımızı qorusun, bir də müharibə olmasın. Hamımızın ailəsinə Ramazan ayı, Ramazan bayramı, ruzu, bərəkət, sağlamlıq, xoşbəxtlik, mehribançılıq, dünyanın bütün gözəlliklərini gətirsin. Bir də biz müharibə görməyək, bir də Azərbaycan xalqı müharibə görməsin. Allah ordumuzu qorusun, əskər zabitlərimizi qorusun və bir də ki, bugünkü bu gözəlliyi, bu bayramları, bu şəraiti bizə yaradan şəhidlərimizin Allah məkanı cənnət eləsin, məqamları həmişə uca olsun. Onlar heç vaxt unutulmasınlar, heç vaxt yaddan çıxmasınlar. Bugün bəlkə də Qarabağda, Qarabağı tanımayanlar, hamı Qarabağa can atır, Qarabağı görməyə çalışırlar. Oraya gediblər. Mən arzuluyuram ki, Qarabağ torpağına ayaq qoyan hər kəs birinci növbədə orada ayaq basdığı yerdə fikirləşsin ki, görəsən hansı şəhidin qanını tapdalayıram. Orada bircə kəlmə elə onu paylaşsın ki, desin ki, ay bu cənnəti bizə bəxş edən şəhidlərimiz, cənnət məkanımız olsun, məkanımız cənnət olsun. Burada içdiyimiz, o Qarabağda içdiyimiz hər udum su sizin ehsanınız olsun və onları unutmayaq. Heç vaxt unutmayaq ki, bugün aldığımız hər nəfəsə görə biz onlara borçluyuq.
Onlar bugün biz bunu yaşamaya da bilərik. Bu bayramı yaşamaya da bilərdik. Amma onların sayəsində, canlarını itirən, fəda edən o şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində bugün bunu yaşayırıq. Ona görə onları unutmayaq. Sizə də təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun. Sağ olun. Möhtəşəm bayramla əlaqədar Nurlu Səhər TV komandası olarak biz en azından öz yaşadığımız rayonda giden prosesleri, aparılan tədbirlərlə bağlı həmkarlarımızı, kanal üzvlərini həmrəy etdik, bu işe cəlb elədik. Eyni zamanda Şəki rayonunda Sevinç xanım öz çəkilişini kısa olarak qeyd eləyib. Kaş ki bütün bayramlarda Azərbaycan xalqında olan birlik, vəhdət, o biz dediğimiz formada olsun. İnsanlar bir-birisine değer versinler. Vəhdət, birlik, barış bayramı olan Ramazan bayramını belə ruh yüksəkliyiyle qeyd edək və qeyd ettiğimiz formada aramızdaki münasibətləri əsrlər boyu, bütün hayatımız boyu davam elətdirək. Değerli Azərbaycan xalqı, bir söz var ki bizim birbirimizden başka kimimiz var. Həqiqətən bir-birimizə dəyər verməliyik ki, iş görən insanları hərə bir sahədə gücü çatır. Kimlərsə təşkilatçılıq sahəsində, kimlərsə kömək sahəsində. Bu bacarığımızı bir-birimizdən əsirgəməyək və həyatımızda gələcək nəsillər üçün uğurlu bir ənənə qoyub gedək. Sağ olun, bir daha bütün dünya Azərbaycanlılarını mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Kanal rəhbər olarak sağ olun.